Bütün canlılarda yaşın həddi var. Niye insanlarda yaşın həddi yok? Gören açan var mı insan sirrini? Bu sir o yaradandadır, bizde yok. Dünyaya gelip mi elə bir insan doğulan vaxtı ağlamamış olsun? Ağıllı bir fikir keçir beynimden. Niye insan ömrü təzadlı olsun? Bu sirri açan olmayıp hələ də niye doğulanda ağlayır uşaq? O doğulan vaxtı gülen insanlar onlar ağlayır, öləndə o uşaq. Dünyaya uşaq gətirən hər bir qadın öz ana dilində ana qışqırır. Xırda bir sir tapırıqsa da burada o öz dilini balaya çatdırır. İstədim biraz da gedim dərinə, baxdım ki savadım çatmayıb buna. Biraz vərəqlədim təbabəti mən, gördüm o da cavab verməyir buna. Gör ki neçə sahənin elmi vardır, hansı açıqdır ki insan sirrini, gəlişi gedişi də sirdir bizdə, bilin açan yoxdur insan sirrini. Yeri göyü də yaradan bir varlıq, istəyib ki hər yerdə seçilək biz, bu şuur da bizdə, idrak da bizdə, bəzən heyvanlardan seçilmirik biz. Yer üzünün əşrəfiyiksə biz, bəlkə buna görə maddiləşirik. Pak mənəviyyatı qoyub bir yana, hər şeyi tərsinə fikirləşirik. Bilirəm şeirdə bir qaranlıq var, o sirrə düşən nuru gəzirik biz. Hər bir dahiyə verilən suala Rasimlə o cavabı gəzirik biz. Rasimlə o cavabı gəzirik biz.